Bu ilin ilk 9 ay ərzində Azərbaycanda 15.480 boşanma qeydə alınıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 2 olub. Qeyd edək ki, Azərbaycanda boşanmaların ən yüksək qeydə alındığı rayon Xocalı rayonudur. Bu rayonda əhalinin hər 1000 nəfərinə düşən boşanma göstəricisi 3,9 təşkil edib. Ən az boşanma isə Lerik rayonunda qeydə alınıb. Lerikdə bu göstərici 0,8 olub. Bu ilin yanvar-sentyabr aylarında ölkənin şəhər və rayonlarında qeydə alınan əhalinin hər 1000 nəfərinə düşən boşanmalar bu şəkildə olub.